İnsanların fokusu 15 saniyədə kilitlənməyə çalışır. Bu beynəlxalq institutların fikridir. Biz artıq heç bir məsələyə səbirli ola bilmirik. Müəllimin də dediyi kimi rilizlərdə biz fokusumuzu bir kitab oxuyan insanlara mən baxıram. Kitab oxuyan insanlar sosial mediada iştirakçı deyirlər. Çünki onlar kitab oxuyucudular. Onların fokusları daha uzundur, səbirlidirlər. Amma bizim səbrimiz, hansı ki sosial media iştirakçısıyıq, orada biz iş aparırıq. Bizim fokusumuz 15 saniyə ilə məhdudlaşdırılıbdır. Digər bir məqama toxunmaq istəyirəm. Psixoloqlar, sosioloqlar çağırış edir ki, uşaqların əlindən telefonları alaq. Niyə? Biz baxırıq ki, inkişaf edən uşaqlar, inkişaf edən ölkələr, onlar uşaqlarını uşaq yaşdan rəqəmsal fəzada, alətlərlə, cihazlarla münasibətdə salırlar və o uşaqlar böyüyüb robotlar icad edirlər. Biz uşaqların əlindən telefonu almayaq, insanların əlindən bıçaqları almayaq, bıçaq istifadəsini öyrədək ki, etik normaları, çörəyi kəsək, tərbiyələndirək. Biz niyə uşağın əlindən telefon almaq istəyirik? Yoxdurmu səbrimiz ki, ona başa salaq ki, orada necə istifadə etməlidir, nə düzdür, nə faydalıdır, nə faydalı deyil. Ora filtrlər qoyaq ki, sosial media istifadəçisi olmasın. Amma bəzən böyüklər belə çaşırlar müəllim. Mən razıyam. Ona görə bunun adına kultura deyirik. Biz kulturayı ilk öncə özümüz yiyələnməliyik. Daha sonra övladlarımızı, cəmiyyəti, ətrafımızdakı insanları bu istiqamətdə maarifləndirməliyik.